Hər birinizi salamlayıram. Biz bugün sizlərlə Çingiz Aytmatovun Gün var əsrə bərabər romanının məzmununa həm də təhlilinə baxacağıq. Ümidvaram ki, bu əsərdən, bu təhlildən çox məsələlər öyrənəcəksiniz. Ona görə videoya sona qədər baxmağınızı məsləhət görərdim və videonu bəyənməyinizi də xahiş edirəm sizlərdən. İndi gəlin keçək əsərə. Gün var əsrə bərabər əsəri ümumiyyətlə nədir? Adı nəyə görə belə adlandırılıb? Gün var əsrə bərabər əsərində hadisələr sanki bir gün içərisində baş versə də, həmin əsərdə bir əsrə bərabər olan məsələlər xatırlanır ki, bu da Yedigey tərəfindən baş verir. Yəni Yedigey həmin gün Qazanqapın vəfat etdiyi gün sanki bir əsrlik tarix, bir əsrlik olub keçmiş hamısı Yedigeyin gözündə canlanır. Ümumiyyətlə Yedigey kim idi? Yedigey əsərdə vicdanlı, köklərinə bağlı, ənənələrinə sadiq olan, ənənələrinə dəyər verən, zəhmətkeş, dostcanlı, qonaqsevər, sadiq bir insandır. Bir qoca kişidir. Və Qazanqapının eyni zamanda dostuydu. Elə əsərin ideyası Yedigeyə əsaslanır. Yəni əsərin ideyası da odur ki, insan öz köklərinə, öz tarixinə, öz mənəviyyatına bağlı olmalıdır ki, bu hər bir insan üçün vacibdir. Və Yedigey ilə əks mövqedə olan əsərdə Sabitcan və Tansıkbəyev kimi obrazlarda biz görürük. Onlar öz köklərindən qopan, öz milli mənəvi dəyərlərinə sadiq olmayan, öz milli mənəvi dəyərlərinə əhəmiyyət verməyən insanlardır ki, Yedigey ilə onların deməli onların arasında bu konflikti biz əsər boyu görə bilərik. Əsər necə başlanır? Əsərin mövzusu nədir? Deməli, əsərin mövzusu isə milli yaddaşın itirilməsi məsələsidir ki, burada milli yaddaş necə itirilir? Yəni, könüllü surətdə itirilir. Məsələn, burada Manqurt əsərindən də biz nüanslar görə bilirik. Lakin Manqurt əsərində yaddaşın itirilməsi könüllü baş verməmişdi. Orada bilirik ki, yaddaş necə itirilirdi? Əsirləri tuturdular, onların nə bilim başına dəvə boynunun dərisini keçirirdilər. Sonra və bu şəkildə yaddaş itirilirdi. Onlar artıq anadan gəlmə olurdu, heç bir şey xatırlamırdılar. Lakin bu könüllü baş vermirdi, istəyərək olmurdu. Bu əsərdə isə manqurtlar könüllü manqurtlardı. Sabitcan kimi, Tansıkbəyev kimi öz milli mənəvi dəyərlərindən aralanan obrazlar var. Məsələn, Sabitcan üçün artıq fərqi yoxdur ki, atası harda dəfn ediləcək, atasının vəsiyyətinə əməl ediləcəkmi, edilməyəcəkmi? Yəni bütün bu mənəvi dəyərlər Sabitcan üçün artıq öz dəyərini itirmişdi. Və Manqurt əsərində də Manqurt öz anasını bilirik ki, oxla vurub öldürmüşdü. Həmin o Manqurt o anası olduğunu xatırlamırdı. Yəni bu könüllü surətdə baş verməmişdi. Burada isə köklərindən qopmaq könüllü surətdə baş veribdi. Əsərdə başqa hansı nüanslar var? İndi əsəri biz oxuyacağıq, oxuduqca da görəcəyik. Burada görürük ki, kosmodrom tikilibdir. Kosmodrom var burada. Deməli, burada nə olacaq? Bu kosmodrom nə üçündür? Ana beytdə yaradılan kosmodrom. Bu, səmaya, kosmosa deməli, raketlər göndərəcəklər. Bu kosmodrom onun üçün idi. Sanki burada nəyə göstərmək istəyir müəllif? Texnoloji bir inkişaf gedir. Ana beyt isə bir tarix idi. Sadəcə olaraq bir qəbristanlıq deyildi. Eyni zamanda bir xalqın tarixi idi və gətirib həmin o kosmodromu orada yerləşdirirlər. Sanki bir növ yenilik gəlir və belə deyək də, yenilik gəlir və dəyərləri məhv edir kimi mənalandırılmışdı əsərdə. Görürük ki, Yedigey məsələn bu məsələdə əks qütbdə dayanırdı. İstəmirdi, yəni ana beyt qəbristanlığı məhv edilsin. Çünki düşünürdü ki, o bir tarixdir. Yəni başqa yerdə də əslində qura bilərdilər bu kosmodromu. Elə gətirib niyə ana beytdə qururdular ki? Yəni o qədər düzənliklər var idi ki, burada görürük ki, əsərdə artıq yenilik gəlir və milli mənəvi dəyərlərin üzərindən xətt çəkir. Bunu müəllif göstərmişdi. Bəs kosmodrom nə üçün belə uzaq bir yerdə qurulmuşdu? Ümumiyyətlə, bu Yedigeygirin yaşadığı yer çox kiçik bir yer idi. Yəni
belə deyək də çöllük idi də, sarı özək çöllükləri və burada cəmcümlətani 8 ev var idi ki, elə onun biri Yedigey idi, biri Qazanqap idi, nə bilim orada Ədilbəygil var idi. Yəni cəmcümlətani 8 ev olan bir yer idi. Heç məktəbi falan da yox idi. Yəni belə bir hər şeydən uzaq bir yer idi. Daha sonra yəni bunu başqa yerdə də qura bilərdilər bu kosmodromumuz. Burada əsərdə onu göstərdilər ki, yenilik gəlir və milli mənəvi dəyərləri sanki məhv eləyir. İndi gəlin əsərə baxaq. Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir. Gecə yarı kimi isə yolda yaşayan növbətçinin köşkünə tərəf tələsirdi. Yedigey o saat hiss elədi ki, gələn arvadıdır. Arvadın da adı Uqbala idi. Bu gəliş elə belə gəliş deyil. Onun gəlməyinə nəsə çox vacib bir səbəb var. Doğrudan da məlum oldu ki, gümanı düz imiş. Lakin iş üstə olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndə yolda hər şeyin qaydasında olduğunu bələdçiyə işarə verəndən sonra tələsik arvadına tərəf döndü. Yedigey hiss edir ki, arvadı elə belə gəlmir. Nəsə bir xəbər var. Xeyir ola. Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi. Nə isə pıçıldadı. Nə olub? Qazanqap ölüb. Qeyd etdiyimiz kimi Qazanqapla Yedigey dost idi. Elə Qazanqap da qocalıb ölmüşdü. Qoca kişi idi. Yedigey də qoca idi. Bunlar həmin əvvəllər indi sonra Yedigeyin gözündə canlanır əsərin özündə. Bunlar necə gəliblər burada məskən salıblar bu sarı özək çöllüklərində. Əslində ora darıxdırıcı bir yer idi. Çox adam orada məskən sala bilmirdi. Yəni necə olub? Hamısı bir günün içərisində, ona görə deyirik bir gün var əsrə bərabər. Yəni bir günün içərisində əsrə bərabər olan məsələlər hamısı Yedigeyin xatirələrindən gəlir keçir. Nə vaxt? Elə indi baş çəkməyə getmişdim. Dedim görüm necədir, bəlkə bir şey zad lazımdır. İçəri girdim. Gördüm işığı yanır, uzanıb yerində, amma saqqalı belə bir təhər dik durub. Yaxınlaşıb soruşdum ki, qazı əkə, bəlkə sizə isti çay gətirim. Gördüm ki, səsi tutuldu. Qəhər onu boğdu. Burada bir fasilə var. Gördüm ki, Uqbala deyir, gördüm ki, sonra Uqbalanın səsi tutulur, qəhər onu boğur, qapaqları nazilib qızarmış, gözləri doldu, içinə çəkib yavaşdan ağlamağa başladı. Sən bir adamın axırına bax, necə insan idi, ölüb getdi, yəni Qazanqap çox yaxşı bir insan idi, o da milli mənəvi dəyərlərinə sadiq bir insan idi. Yanında gözünü qapamağa bir adam da olmadı, hönkürdü, ağladı. Axı kimin ağlına gələ bilərdi, elə beləcə də kimsəsiz öldü. Əslində bilirik ki, Qazanqap kimsəsiz deyil. Qazanqapın Sabitcan adlı bir oğlu var və Ayzadə adlı bir qızı da var idi. Cəbhədən qayıdandan bəri Yedigey Buranlı razyezdində xidmət edirdi. Cəbhədən qaydanda deməli Yedigey sonra xatirələr gözündə canlanır. Uqbala ilə gəlir və Qazanqapla gəlirlər. Elə burada məskən salıb, elə burada da qalırlar. Deməli, razyezdində xidmət edirdi. Xidmət yerinin adıdır bu razyezdində. İndi nə eləyək deyə arvadı sükutu pozdu. Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı. Yedigey nə eləyəcək? Ölü düşündə nə eləyirlər? Dəfn eləyəcək. O qəti qərara gəlmiş adam kimi ayağa durdu. Arvad, sən qayıt geri, amma indi mənə qulaq as. Qulağım səndədir. Osmanı oyat. Ən birinci tapşırığı nə olur? Osmanı oyat. Baxma ki, razyezdin rəisidir. Dəxli yoxdur. Ölüm qabağında hamı bərabərdir. Onu da ki, Qazanqap ölüb. Kişi 44 il burada can sürüdübdür. Bəs uşaqları, axı əvvəlcə uşaqları xəbər vermək lazımdır. Ataları ölüb. Yedigey başını yellədi. Mən bilirəm ki, uşaqlarsız olmaz. Amma ixtiyar məndə olsaydı, heç yaxına da buraxmazdım. Oğlu görəsən şəhərdən özünü çatdıra bilər, istəsə çatdırar. Sırağa gün stansiyada olanda özüm telegram vurmuşam. Yazmışam ki, atan ölüm ayağındadır. Daha bundan artıq nə yazmalı idim ona? Gəlməyinə gələcək, amma adını kişi qoysa da qonaq kimi dayanıb baxacaq. Sən ləngimə, get necə demişəm, elə də elə. Uqbala yol alıb getdi. Sonra tərəddüdlə ayaq saxladı. Təzədən yola düzələndə Yedigey özü onu səslədi. Əvvəlcə növbətçi Şahmərdanın yanına get. Deməli deyir Osmanı oyat, sonra deyir ki, Şahmərdanın yanına get ki, qoy mənim yerimə adam göndərsin. Belə şey olmaz deyir. Elə belə də deyərsən ki, yəni bəs kişi can sürüdüb də, ölübdü, yanında da heç kəs yoxdur. Yedigey teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi.
Onun dəvəsi Sarı Özəkdə yüyrəkliyi zoru ilə at çıxartmışdı. Özü sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı. Əslində Yedigeyin Boranlı adlanması bir növ Yedigeyin xarakteri ilə də bağlı idi. Burada kişi, yəni Yedigey olub keçənləri yenə yadına salır. Sabitcan məsələn orada xatırlayır. Sabitcan da ümumiyyətlə internatda böyümüşdü. Nəyə görə əslində internat məktəbində onu aparıb qoymuşdular? Nəyə görə internat məktəbində oxumuşdu? Çünki bunların yaşadığı bu yer kimsəsiz bir yer idi. Burada məktəb falan yox idi. Elə Yedigeyin öz uşaqları da internat məktəbində oxumuşdu. Qazanqapının da uşaqları internat məktəbində oxumuşdu. Yəni olub keçənlərin hamısını xatırlayır, necə oldu bura gəldi, necə oldu keçdi. Yəni bir gün içərisində hər şey Yedigeyin gözlərinin önündə keçir. Sonra keçək indi bu qəbristanlıq məsələsinə. Deyilənlərə görə nə vaxtlarsa Nayban ananın öz manqurt oğlunu axtardığı bu yerlərdə yarğan boyunca çox uzun bir yol keçəndən sonra daha Anabeytə bir şey qalmamışdı Anabeyt qəbristanlığına. Boranlı Yedigey gah saatına, gah da Sarı Özək üzərindəki günəşə baxıb fikirləşirdi ki, hələlik işləri öz qaydasınca gedir. Dəfindən sonra onlar vaxtında evə qayıdıb hamı ilə birlikdə ehsanda iştirak edəcək və Qazanqapı yad eləyə biləcəkdilər. Qabaqda Yedigey qotazlı tərliklə bəzədilmiş qara nərin dəvənin üstündə, ondan sonra yedəkli traktor, lap arxada Belarus ekskavatoru Anabeyt düzünə çıxdılar. Elə burada gözləmədikləri maneəyə rast gəldilər. Tikanlı məftildən çəkilmiş çəpərlə rastlaşdılar. Göylərin altına yatıb qalmış böyük Sarı Özək düzlərinin sonu görünməsə də Anabeyt qəbristanlığına yol yox idi. Hamı bu tikanlı çəpərin qabağında çaşıb qalmışdı. Sükutu birinci Caydaq Ədil bəy pozdu. Ədil bəy də elə bunların bu yaşadığı yerdə yaşayır. Ədil bəy məsələn Sabitcan kimi bir obraz deyildi. Ədil bəy öz köklərinə bağlı bir insan idi. Hətta Yedigey də onu çox istəyirdi. Elə o da Yedigeyin işlədiyi yerdə razyezdində işləyirdi. Deməli, Yedigey məgər bu əvvəllər burada yox idi. Heç izi tozu da yox idi. Birinci dəfədir görürəm. Belə çıxır, sahəni xüsusi məqsədlə çəpərə alıblar. Yəni kosmodrom üçün çəpərə almışdılar. Bəlkə kosmodrom üçündür deyə Caydaq Ədil bəy öz gümanını itirdi. Yəni bu kosmodrom məsələsində bayaq qeyd etmişdim. Bunlar havaya raket buraxacaqdılar. Yəni kosmosa raketlər buraxacaqdılar. Belə görünür, kimin ağlına nə gəlir, onu da eləyir. Lənət şeytana deyə Yedigey deyindi. Yenə də sustular. Caydaq Ədil bəy fikirləşib bir çıxış yolu axtarırdı. Yaxşı, indi nə cür olsun? Yedigey, məsləhətin nədir? Qəbristanlığa başqa bir yol iz yoxdur. Olsun gərək, niyə də olmasın? Buradan sağa 5 kilometrlikdə yol var, deyə Yedigey ətrafına nəzər salaraq cavab verdi. Təzədən yola düzəldilər. Düz şlaqbaumun üstünə çıxdılar. Bu şlaqbaum da nədir? Bu giriş-çıxış məqsədi ilə bəlkə də özünüz də yollarda görərsiniz. Dəmir olur belə maşınların belə deyək də hərəkətini dayandırmaq üçün bəzən onu bağlayırlar. Onu açanda isə maşınlar hərəkət edə bilir. Şlaqbaum o deməkdir. Onların yaxınlaşması ilə gözətçi postundan cavan çiynindən üzü aşağı avtomat sallanmış bir əsgər çıxdı. Salam, deyə əlini gicgahına aparıb rəsmi təzim elədi. Hələ də uşaqlıq yağan açıq mavi gözləri ilə Yedigeyə baxıb soruşdu. Kimsiz? Haradan gedirsiniz? Hara gedirsiniz? Biz buralıyıq, saldat, deyə Yedigey onun uşaq ciddiyyətinə baxıb gülümsündü. Ölü aparırıq. Qocalarımızdan biri rəhmətə gedib. Bizim qəbristanlıqda bastırmaq istəyirik. Deməli, əsərin özünə də qeyd edilir ki, əvvəlcə Qazanqapın həyat yoldaşı ölmüşdü. Ümumiyyətlə, burada adam çox az olduğuna görə bunların yaşadığı yerdə elə də bir adam ölməzdi. Qazanqap indi ölübdü. Bunu Anabeytdə dəfn edəcəklər. Yəni Anabeyt ilə də gəlib getmirdilər onlar. Qazanqapın arvadı öləndə isə onu orada dəfn eləməmişlər. Elə Azədənin yaşadığı bir yer var orada, Kumber deyilən bir yer, orada dəfn edilmişdi. Bir də orada bir qız ölmüşdü, onu da başqa yerdə aparıb dəfn eləmişlər. Ona görə burada elə də bir Anabeytə gəlib getmirdilər bunlar. Onların yaxınlaşma, buranı oxuduq. Buraxılış vərəqəsi yoxdursa olmaz. Bu sahə nəzarət altındadır. Gərək buraxılış vərəqəsi ilə deyir keçəsiniz, deyə əsgər məsələnin nə yerdə olduğunu başa saldı. Bunu başa düşürəm. Axı biz qəbristanlığa gedirik, lap yaxındadır. Burada nə var ki, bastırıb qayıdarıq. Olmaz, ixtiyarım yoxdur, deyə gözətçi cavab verdi. Elə bu vaxt Sabitcan yersiz olaraq işgüzar bir görkəmlə irəli soxuldu.
Hətta Sabitcan ümumiyyətlə milli mənəvi köklərinə dəyər verməyən bir obraz idi. Hətta Yediqey deyəndə ki, bəs Qazanqap vəsiyyət eləyib də ona Anabeytdə dəfn eləyəcəyik. Sabitcan orada işə mane olmaq istəmişdi ki, yəni orada dəfn eləməyək də, elə qapının ağzından Sarı Özək çölləri başlayır da. Yəni nə fərqi var? Buralarda bir yerdə dəfn eləyərik gedər. Həm də kişinin işlədiyi yer razyezdində işləyibdi. Qatarların səsini falan eşidər. Yəni ruhu şad olar falan. Belə Sabitcan buna mane olmaq istəyirdi. Amma Yediqey Sabitcanın ümumiyyətlə xasiyyətini xoşlamırdı. Çünki manqurtlaşma gedən bir obraz idi Sabitcan. Amma hətta Sabitcan dəfnə gələndə Sabitcanı qucaqlayıb öpmüşdü. Sanki Qazanqapının iyisini hiss eləmişdi. Sonra buna görə də peşman olmuşdu ki, yəni mən niyə görə bunu belə qucaqladım, öpdüm də. Sabitcan özü gələndə hələ dəqiq bilmirdi atası ölüb yoxsa xəstədir, dəqiq bilmirdi. Sonra deyə özünü nişan verdi. Niyə durmuşuq? Ona görə ki, olmaz. Axı ağzımda deyirəm ki, yoldaş gözətçi, həmkarlar şurasından gəlmişəm. Haradan gəldiyinizin qətiyyən mənə dəxli yoxdur. Deməli bu Sabitcanın vəzifəsi hər yerdə keçərli deyil də. Görürsüz burada keçərli olmadı. Necə yəni yoxdur deyə Sabitcan çaşıb qaldı. Yoxdur, vəssalam. Bura qorunan sahədir. Daha burada nə söz ola bilər? Sabitcan əsəbləşdi. Mən elə əvvəldən bilirdim deyə Yediqey tənə vurdu. Bilirdim ki, bu işin axırı puçdur. Xeyr, nə danışırsan? Gərək Anabeyt ola, Anabeyt. Bu da sənin üçün Anabeyt. O təhqir olunmuş halda hirslə tüpürüb uzaqlaşdı. Söhbət Sabitcandan gedir. Yediqey, bağışla oğlum. Bir ata kimi əskərə üst tutdu. Aydın işdir, sən xidmət başındasan. Amma indi bu mərhumu da nə cür eləyək bəs? Axı kötük deyil ki, atıb çıxıb gedək. Yediqey əlindən gələn hər bir şey eləyir ki, Qazanqapın vəsiyyətini yerinə yetirsin. Necə gözəl bir dostdur, necə dəyərlərinə hörmət eləyən bir insandır. Sabitcan getdikcə qızışırdı. Axır Caydaq Ədil bəyə yaxınlaşdı. Mən axır dedim, bu boyda yol basmağın mənası yoxdur. Bu mövhumatdır, gerilikdir deyir bu. Yəni dəyərlər bunun üçün bir əhəmiyyəti yoxdur. Özünü də bizi də işə saldı. Özünü harada quyulayırsan, quyulada nə fərqi var? Xeyr, ölsən də partlasan da gərək Anabeyt ola. Sən də bu yandan ona qoşuldun. Çıx get, sənsiz dəfn eləyərik. Hə, indi elə görüm necə eləyəcəksən? Caydaq Ədilbəy buna deyib ki, sən çıx get, yəni sənsiz də dəfn eləyə bilərik də, belə danışma boş-boş. Caydaq Ədilbəy cavab verməyib uzaqlaşdı. Mənə bax, dostum, deyə o şlaqbauma yaxınlaşaraq gözətçiyə müraciət etdi. Mən də xidmətdə olmuşam. Bəzi qayda qanunlardan mənim də başım çıxır. Burada telefon var? Əlbəttə var. Onda sən belə elə. Keşik rəisinə zəng vur. Ona xəbər ver ki, yerli cəmaət gəlib Anabeyt qəbristanlığına getmək üçün icazə istəyir. Qapı açıq olduğu üçün Yediqey hər şeyi eşidirdi. Yoldaş leytenant, deyə gözətçi həyəcanlı zil səslə danışırdı. Nəhayət məlumat verdi. Dedi ki, yerli adamlar gəlib, ölülərini buradakı qəbristanlıqda dəfn eləmək istəyirlər. Əskər zəng vurur Tanskbəyeva. Necə olsun deyə Yediqey gərildi. Leytenant desə ki, burax, vəssalam, iş düzələcək. Yediqey də elə bilir ki, indi general bunların işini həll eləmək, leytenant bunların işini həll eləmək istəyirdi. Halal olsun Ədilbəyə, ağlı başında olan oğlandır, amma nədənsə gözətçinin söhbəti uzanırdı. İndi o təkcə suallara cavab verirdi. Hə, neçə nəfər? 6 adamdır. 6 adamdır. Mərhumla 7. Bir qoca rəhmətə gedib, bəs mən nə deyim? Deməli olmaz, icazə yoxdur, oldu baş üstə. Caydaq Ədilbəy gözətçi otağından qarın-qara çıxdı, amma dedi ki, leytenant özü gəlib sözünü elə burada deyəcək. Artıq saat 3 idi, artıq günorta vaxtıdır. Yolları çox uzaq olmasa da hələ ki Anabeytə çatmamışlar. Qarşıdakı yolda maşın göründü. Gəlir, deyə Yediqey sevindi. Allah qoysa hər şey qaydasına düşər. Gözətçi maşının gəlməyini gözləyirdi. Keşiş rəisi şlaqbaumun otayında dayanan adamlara tərəf döndü. Kimdir burada kənar adam? Fikir verin. Özü də yəni bunlarla həm yerlidir, amma Yediqeygilə kənar adam deyir. Siz deyə o boranlı Yediqeyə müraciət etdi. Biz burada deməli öz dillərində söz deyir. Baxaq, onun da bax tərcüməsi də burada yazılıb. Hə, bizik oğlum. Anabeyt qəbristanlığına buraxmağa kömək elə oğlum. Bunun tərcüməsidir bura hissənin. Bu hissənin tərcüməsidir. Deyə Yediqey ordenlərini cavan zabitə göstərməyə çalışdı.
Yəni öz ordenlərini. Yedigey də təbii ki, xidmətdə olmuşdu. Daha sonra müharibədə olmuşdu hətta Yedigey. Bu Leytenant Tanskbeyova heç bir təsir göstərmədi. Onsuz da Leytenant Tanskbeyov üçün heç bir əhəmiyyəti yox idi. Yəni öz kökündən aralanan bir obraz idi. Onun üçün də milli mənəvi dəyərlərin əhəmiyyəti yox idi. Yoldaş kənar adam, mənimlə rus dilində danışın, hətta fikir verin, deyir rus dilində danışın. Mən xidməti vəzifə başındayam deyə xəbərdarlıq etdim. Yedigey Leytenant Tanskbeyovun üzünə baxır və görürdü ki, bu işdən bir şey çıxmayacaq. O şlaqbaumun o tərəfinə dayanmışdı ki, elə belə formal olaraq kənar adamların şikayətinə qulaq assın. Yəni elə belə gəlmişdi, onlara kömək etmək məqsədi ilə gəlməmişdi, öz vəzifəsinə görə gəlmişdi. Alçalıb pərt olmuş Yedigey tədricən qəzəbləndiyini hiss edirdi. Amma iradəsini toplayıb özünü təmkinli saxlamağa çalışırdı. Yox, nə qədər ki, məhrum dəfn edilməyib, onun özündən çıxmağa haqqı yox idi. Haqqı yoxdur. Bayaqdan kənarda gəzişib səsini çıxarmayan Sabitcan bu yerdə özünü göstərmək məqsədi ilə onların qabağına yeridi. Nə oldu? Ağzınızdan vurub qaytardılar. Elə belə də olmalıydı. Yaman hazırlaşmışsınız, ana beyit. İndi döyülmüş it kimi geri qaydarsınız. Bunu Sabitcan deyir. Kimdir döyülmüş it deyə kürəkən özündən çıxaraq onun üstünə cumdu. Kürəkən də bilirsiniz kimdir? Qazanqapın kürəkəni idi. Qazanqapın kürəkəni idi bu da, yəni Ayzadənin yoldaşı idi. Aramızda it varsa o da sənsən, Əclaf. Orada duranla sənin nə fərqin var? Elə qurqu göpün var. Mən dövlət adamıyam, sən heç adam deyilsən. Sabitcan birdən ağa kimi ucadan əmrlər verməyə başladı. Nə ağzını açıb dayanmışsan? Traktorları işə sal. Necə gəlmişik, elə də qaydaq. Cəhənnəm olub gedək. Döndər görüm, bəsdir, gic yerində qaldım. Başqalarının ağzına baxanda belə olar. Sabitcan elə bilir ki, bu atasını dəfn eləməyə gəlib, amma elə başa düşür ki, hamı bunu bura gəlməyinə görə buna hörmət eləməlidir. Buna deməlidir ki, nə yaxşı gəldin Sabitcan. Yəni başa düşmür ki, öz atası dünyadan köçübdür də, yəni öz atasına görə gəlib. Bunun üçün heç bir əhəmiyyəti yoxdur. Elə deyir ki, gəldim, harasa bir yerə bastırım, çıxım gedim də, yəni bir canımı qurtarım, çıxım gedim buradan. Yəni onu istəyirdi Sabitcan. Daha sonra hətta Qazanqap, yəni əsərin özündə də qeyd edilir ki, bir dəfə gedir Sabitcan gilə şəhərə gedib qalmaq istəyirdi Sabitcan gildə. Cümlətanı 3 ay qalır. Yəni Sabitcan gil də 3 ay qalır, qayıdır geri. Sabitcanla da yoldaşı gəlib onun hər şeyini satıb getmişdilər bir dəfə. Belə, yəni əsərdə belə məqamlar da var. Nə vaxtınız olanda bir dəfə oxuyarsınız, amma indi vacib deyil, yəni. Təbii ki, qəbula bu hissələr, əsərdə verilməyən hissələr düşməyəcək. Qabaqda traktor minənlər, dallarınca dəvəli adam, onun dalınca da atdan-atdana qaçan it yenə sarı özək çölləri ilə hərəkət edib Malakumçap yarğanına tərəf yol aldılar. Yarğanın gediyinə çatanda traktorlar tormuzlayıb dayandılar. Nə var, nə olub deyə Sabitcan kabində boylandı. Heç nə, motorları söndürün deyə Buranlı Yedigey əmr etdi. Burada dəfn edəcək, bəs dələ saldığın. Sabitcan lap özündən çıxdı. Onsuz da əzilib əskiyə dönmüş qaluskunu çəkib dartışdırdı. Özüm bastıracağım Raziyezdə. Harda bastırmaq istəyirdi Sabitcan? Raziyezdə. Ayrı söz ola bilməz, bəsdir. Qulaq as Sabitcan, ata sənindir. Burada mübahisə ola bilməz. Sən gəl bunu ayrı tərəfini fikirləş. Harada görünüb ki, bastırılmağa aparılan ölü geri qaytarılsın. Hələ belə şey görünməyib. Bu biabırçılıqdan heç birimiz qurtara bilmərik. Dünyasında belə şey olmayıb. Cəhənnəməki görünməyib. Sabitcan razılaşmadı. Caydaq Ədil bəy də ekskavatorun kabinəsindən düşdü. Onu görüb əyyaş kürəkən də yedəkdən enib gəldi. Traktorçu Cumali də yaxınlaşdı ki, görsün nə səbəbə dayanıblar. Bir də bunlarla gedən bir Qalib bəy də var idi. Yəni 6 nəfər idilər. İgidlər qulaq asın deyə Yedigey onlara üst tutdu. İnsan adətlərini pozmayın, təbiətə qarşı çıxmayın. Hələ belə şey görünməyib ki, qəbristanlıqdan ölü geri qayda. Bastırılmağa aparan gərək bastırılsın. Başqa yolu yoxdur. Baxın, bu Malakumçap yarğanına, bu da bizim sarı özək torpağıdır. Nayman ana burada bu Malakumçapda özünün məşhur ağısını deyib oğlunu oxşayıb. Gəlin mən də qoca Yedigeyə
mən qoca Yedigeyə qulaq asım. Qoyun Qazanqapının məzarı elə burada olsun. Elə mənim də qəbrim qoy burada olsun. Belə bir vəsiyyət edir ki, elə məni də burada dəfn eləyəsiz. Bu Malakundçapda da, yəni Manqurt əsərinə yenə də toxunulublar burada. Nayman ana öz oğluna deməli ağısını demişdi. Burada demişdi. Daha sonra vəsiyyətini də elədi ki, mənim də qəbrimi burada dəfn eləyərsiniz. Məni də burada dəfn eləyərsiniz daha doğrusu. Mənim buradan sizdən xahiş eləyirəm. İndi isə hələ gecdir, vaxt var. Baxın, orada lap yarğanın qaşında mərhumu dəfn edərək, yarğanın qaşında mərhumu dəfn eləyərək hamı susurdu. Bilirsiniz nə var? Siz özünüz bilərsiniz deyə Cumali sükutu pozdu. Ümumiyyətlə Yedige çox yaxşı bir insan idi və orada olanların da hamısı ona hörmət edirdi. Yəni Sabitcan istisna pozdu. Mən gedirəm qəbri qazmağa. Mənim vəzifəm budur. Çala qazım. Özü də lap belə dərin olsun. Hələ ki vaxt var. Qaranlıq düşəndən sonra kim bu işi görəcək? Siz özünüz bilərsiniz. Cumali gedir qəbri qazmağa. Ağ keçəyə bükülmüş Qazanqapı xərəyin içərisində qəbrin çavasını qırağında uzatmışdılar. İlahim, əcdadlarımızın yolu ilə gedib müqəddəs kitablardan öyrəndiyim dualarımı eşidirsənsə, mənim öz sözlərimi də eşit. Elə bilirəm ki, bunlar bir-birinə mane olmazlar. Budur, biz kimsəsiz və uzaq bir yerdə Malakumduçap yarğanında qazdığımız qəbrin qabağında dayanmışıq. Qazanqapı özünün vəsiyyət elədiyi qəbristanlıqda dəfn eləyə bilmədiyimiz üçün məcbur olub bura gəlmişik. Göydəki çalağan bizim Qazanqapla necə vidalaşmağımızı yuxarıdan seyr edir. Ey böyük Allah, varsansa keç günahımızdan. Həqrin olan Qazanqapın dəfnini rəhmətlə qəbul et. Layiqdirsə onun ruhuna əbədi rahatlıq ver. Bizdən nə aslı idisə, hamısını yerinə yetirməyə çalışdıq. Qalanı sənin öz işindir. Son dərəcə məyusam ki, Nayman ananın dəfn elədiyi müqəddəs qəbristanlığımıza daha bizim üçün yol yoxdur. Buna görə də arzum budur ki, mənim də qəbrim Nayman ananın gəzdiyi bu yerlərdə Malakunduçapda olsun. Elə olsun ki, mən də indi dəfn edəcəyimiz Qazanqapın qəbri ilə yanaşı olum. Bir də ölənlərin ruhunun başqa canlılara keçməsi doğrudursa, bunu əslində əsərin özünə qeyd edirlər ki, bu ölənlərin ruhunun başqalarının canına keçməsini Sabitcanın özündən eşitmişdi Yedige. Onda mən deyir qarışqa niyə olum? İstərdim ki, ağ quyruq çalağana çevrilim. Mən də o göydə uçan çalağan kimi sarı üzəyin üstündə süzüb, o ucalıqda doğma yerlərimi seyr edim. Seyr etdikcə də doymayım. Vəssalam, ilahi, bizim öz işimizə fərəc ver. Bizim bu işimizə fərəc ver. Amin deyə Yedige duasını tamamladı. Bir an susub, acı bir həsrətlə çalağana baxdı. Sonra yavaş-yavaş cavanlara tərəf döndü. Deməli, ruhunun nəyə keçməsini istəyirdi Yedige? Çalağana diqqətli olun. Allahla ünsiyyətim tamam olmuşdu. İndi onun qarşısında bu qədər ləngimiş dəfn mərasimini tamamlamaq üçün gələn həmin 5 adam dayanmışdı. Onların hərəsi qəbrə bir ovuc torpaq atıb, küləyin səmtində qəbri torpaqla doldurmağa başladılar. Əvvəlcə bel kürəklə kürüyüb doldurdular. Sonra Cumali maşınına minib torpağı ekskavatorla yığıb tökdü. Axırda qəbrin üstünə yenə də bellə düzəldib saxmanladılar. Daha vaxt lap daralmışdı. Traktorlar yarğandan enmək üçün dönməyə başladılar. Traktorlar aşağı enənəcən Yedige qaranəri yedəkləyərək Sabitcanla yanaşı getdi. O özünü narahat eləyən bir məsələ haqqında Sabitcanla təklikdə danışmaq istəyirdi. Bura bax, Sabitcan, indi daha əlimiz boşaldı. Səninlə bir məsələ barədə söhbət etmək istəyirəm. Bəs indi biz o qəbristanlıq işini neynəyərək ana beyti deyirəm. Ana beyti deyirəm. Görün, ana beyt Yedige üçün nə qədər önəmlidir. Çünki ana beyt özü bir tarix idi. Yəni təkcə qəbristanlıq yox, bir tarix idi ana beyt. Tarixi təmsil edirdi. Necə yəni nə eləyək? Burada heç baş sındırmaq lazım deyil deyə Sabitcan cavab verdi. Plan plandır, ləğv eləyəcəklər bu plan üzrə. Vəssalam. Bəlkə mən danışmaqda kömək eləyəsən, nə qədər gec deyil, elə günü sabah gedərik. Buradakı böyüklərin yanına. O şəhərcikdə yəqin ki, bir nəfər lap böyükləri var. Ola bilməz ki, ana beyti yerlə yeksan eləsinlər. Axı bu tarixdir. Mənim ailəm, uşaqlarım, işim gücüm var. Onu istəyirsən ki, buradan bir zəng çalsınlar, orada da dalma bir təpik vurub atsınlar bayrağa. Bağışlayasan, bağışlayasan gərək. Çox sağ ol. Aydındır, söhbət qurtardı deyə Yedige danışmağa nöqtə qoydu. Ehsanı verək, Allahın köməkliyi ilə bir də səninlə görüşmərik, inşallah. Bəlkə də deyə Sabitcan üz gözünü əydi.
Onlar beləcə ayrıldılar. Yedigey dəvəyə minənəcən onlar traktorları işə salıb gözlədilər. Ancaq Yedigey onlara dedi ki, ləngiməsinlər. Yola düşüb mümkün qədər tez getsinlər. Adamlar ehsan gözləyirlər. Dəvə üstündə onun üçün hər yerdə yol var. Güya özü dəydiyi yola gedəcək. Bu isə bir sinəyə oxşadı. Bu deməli durna qolunda Koroğlu adamlarını göndərir ki, özüm başqa yolla gələcəm. O hissəyə biraz oxşadı. Bir də qeyd edeyim ki, görürsünüz burada milli mənəvi dəyərlərdən üst çevirmiş bir Sabitcan obrazı var ki, bizim bu məsələn əsərlərimizdən Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində görürük ki, orada qardaşlar da məsələn öz köklərindən qopmuşdular. Sonra məsələn Qurbanəli bəy obrazını göstərə bilərik buna nümunə. Qurbanəli bəy də məsələn öz milli mənəvi dəyərlərinə hörmətlə yanaşmırdı. Traktorçular sürüb gedəndən sonra Yedigey hələ bir müddət yerində qalıb nə eləyəcəyini fikirləşdi. Boranlı Yedigey peşman idi. Peşman olmağının səbəbi nə idi? Bu söhbəti niyə saldı? Niyə sözlərini havaya yerə verdi? Məgər Sabitcan söz deməli kömək ummalı adam idi? Güman eləmişdi ki, savadlı oxumuş adamdır. Özü kimiləri ilə daha asan dil tapa bilər. Sonra Qoca Yedigey belə şeylər barədə nə qədər çox fikirləşdisə, bu fikirlər onda bir o qədər ağrı və ümidsizlik doğururdu. Manqurtsan, manqurt, xalis manqurtsan. O qəzəblə pıçıldaşdı. Kişi ona həm qəzəblənir, həm də acıyırdı. Qaranərin belində oturan Yedigey belə ağır fikirləri içində, bax bu manqurtsan var, yəni Sabitcan gedəndən sonra öz-özünə deyir bunu. Qaranərin belində oturan Yedigey belə ağır fikirlər içində ətrafına göz gəzdirdi. Traktorlar çoxdan gözdən itib səslərini kəsmişdi. Boranlı Yedigey vəziyyəti götür-qoy eləyib belə qərara gəldi ki, təzədən qərarı nədir? Deyir, təzədən zonanın girişindəki şlaqbaumun yanına qayıtsın. Hər şeydən əvvəl o istəyirdi ki, çalışıb keşiş xidmətini məcbur etsin ki, onun nəzarət altında olsa da böyük rəisin yanına aparsınlar, ya da lazım gələrsə o rəisin özünə məcbur eləyib məcbur eləyəcək. Boranlı Yedigey qulaq asmaq üçün şlaqbaunun yanına gətizdirsin. Yəni məcbur eləyəcək ki, Yedigeyə qulaq asmaq üçün, yəni o gətirilsin. Onda ürəyindəkilərin hamısını deyərdi üzünə. Bu qərardan sonra ürəyi yerinə gəldi. Belə bir qərar alır ki, yəni bunlar eləyəcək. Təvəkkül Allah, itin ağası varsa, qurdun da Allahı var deyə özünə ürək dirək verdi. Qaranəri möhkəm mahmızlayıb şlaqbauma tərəf yönəldi. Elə bu vaxt havaya nəsə oldu. Getdikcə güclənən vulkan gürültüsüylə boşluqda nəsə hərəkətə gəldi. Və lap yaxında, haradasa lap qonşuluqda kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə sancıldı. Yedigey qorxudan geri atıldı. Dəvə də bağırıb yerdən sıçradı. İt də qorxusundan yəsin ayaqlarının altına təpildi. İtin də adı Culbaşı idi, itinin adı. Birincinin dalınca ikinci, ikincinin dalınca üçüncü raket göyə qalxdı. Sonra da biri də burada kosmosa raketlər göndərirlər. Yəni o raketlər göndərəndə raketlərin altından qalxan deməli alovları təsvir eləyir orada. İnsan, dəvə və it dallarına baxmadan qaçırdılar. Yəni burada qorxurlar bu səsdən. Birdən Yedigey elə gəldi ki, manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ bir quş haradansa böyürdən çıxdı. Ağ quş bu həşir qiyamət içində insanla yanaşı uçaraq deyirdi: "Kimlərdənsən? Adın nədir? Adın yadına sal. Sənin atan Dananbaydır. Dananbaydır. Bu Nayman ana oğluna demişdi bu sözləri. Yenidən birləşən bu zülmət içində bu səs hələ çox eşidildi. Burada əsərin sonu bir nikbin sonluq